Arif Bilaloğlu, Gizir. Hörmətli Ali Baş Komandan, Baş Leytenant Məmmədov sizin Azərbaycan bayrağı ordeni almaq üçün gəlmişdir. Təbrik edirəm. Sağ olun, hörmətli Prezident. Olar mı? Hörmətli Prezident, 7 il bundan öncə 1991-ci ildə anamız Azərbaycanın üstün qara buldalarkən 8 dekabrda 650 Azərbaycanı qeyrətli oğlu ilə birlikdə Şəhidlər Xeymanının and içib Qarabağa yola düşdüm. Həyəcanlıyam. Azərbaycanın ilk birinci taborunda hal-hazırda həmin 650 olanından indi mən Zampalı istəyirəm 2 nəfər qalıb. Ağır dəhşətli yollar keçdik. Şuşa, Malıbəyli, Kərcihan, Daşaltı, Kəlbəcər, Ağdara, Laçın, Murov dağı, Füzuli, Tərtər, Ağdam, Fasləsi döyüşürəm. 45 yaşım var. 73-cü ildən də Sovet ordusunda qulluq edirəm. Möhtərəm Prezident, 1993-cü il dekabr ayının 31-də dəniz səviyyəsindən 3700 metr olan Murov dağına gecə saat 2-də qalxdı tabor. Güzgünü aldıq, 8 erməni dığası qoyub 3 tank 3 BFD götürdük. Bizi dəyişəndə jurnalist məndən soruşdu ki, sənin arzun nədir? Dedim, Allah mənim ömrümdən kəsib Heydər Əliyevə 5 il ömür versin. Onu televiziyada göstərdilər. Mənim özüm Lerik rayonundanam, atamın 76 yaşı var. Bizim böyük ailəmiz var, biz Allah adamıyıq. Atam namaz qılanda birinci sizə dua edir, sonra mənə dua edir. Sonra mən getdim Təpli kəndinə, yanşağa düşdük, 6 gün biz qarın içində qaldıq. İlk yanşağa düşənlərin biri mən olmuşam. Siz Türkiyədə dediniz ki, mənim ordum irəliyir, bizim əskərlər sevinirdi. Biz geri çəkiləndə mən Murovda 25-də, yanvarın 25-də dizlərimi yerə qoyub əlimi qaldırdım. Şah İsmail Xətailinin yaratdığı Azərbaycanı 7 ilə parçalaya bilər. Kim bunu saxlasa mən ona səcdə edirəm. Möhtərəm Prezident, mən sizə səcdə edirəm. Mənim bu dəqiqə, mən xoşbəxtəm ki, Azərbaycanın ilk birinci taborunda qulluq edirəm. Mən indi Cəbhə bölgəsindən axşam mənə xəbər veriblər, gəlmişəm. Azərbaycanın ilk birinci briqadasında qulluq edirəm. Azərbaycanın ilk birinci korpusundan. Prezident seçkilərində mən seçkinin sədri idim. Sağ olsun, mən onu heç kimdən qorxmuram, çəkinmirəm. Mənim 650 qardaşımdan 50% şəhidlər xeyvanında uyur. Mənim də axır bir günüm, mən də gedəcəyəm. Bizim gənc, maladoy bir komandir korpusumuz var. Onun köməyi ilə, mən dəhşətə gəldim. Gecə eşitmişlər, səhər səs verəcək. Bütün səncərdə 1 saat içində hamısı səs verdi. Mən Qurana and içirəm ki, bütün bizim tabor, bütün birinci korpus, bütün birinci briqada, birinci batalyon sizin həmişə sayənizdə arxayın olun. Biz ölümə kimi sizin arxanızda duracaq. Biz sağ olun. Mən bir dənə arzum budur ki, mən yuxuda görmüşdüm ki, sizin əlinizə su tökürəm. Mən özüm Allah adamın dində Quran gəzdirəm. Məni bu günləri tabur yola salanda mən sizdən xahiş edirəm, bir sizi qucaqlayayım. Sizə qurban olum mən. Mənim atamın 76 yaşı var. Gerek var ondan da falan, siz də mənlə dostdur. Mən yoldaş möhtərəm Prezident, burada deməlidir, mən Zvanya deyirsin, mən özüm Mayorski Dorjinstayam, Zampali batalyonam. Erməni ilə üzbəyə çıxdım 25 nəfər seçilanda. Mənə dedi ki, bu Zvanya deyir. Yaxşı demə. Bu nədir bu? Sağ şəhidin adı. Bəli. Mən sənə mayor zvanyası verdim. Sağ ol. Bütün Lerik rayonu, Lənkəran cəmaatı sağ oldu. Həmişə ömrümüzdə hazıram. Mayor pagonlarını bir gün verərsən.